Baxın, növbəti biabırçılıq. Demək, bura Masazır qəsəbəsində yerləşən duz zavodu və duz gölü ərazisidir. Fikir verin, bax, qarşıda gördüyünüz bax ora duz zavodudur, burada duz gölüdür. Demək, açıq-aşkar buradan, demək, kanalizasiya xətti yolun o tərəfindən gətirilib bu turba ilə keçir, ifunət, qoxu, nə axıdılır bura, nə gəlir, suyun rəngi də bilinmir ki, nə rəngdədir, yaşıl rəngdədir, fikir verin. Hamısı buradan axıdılır və gedir bizim istifadə etdiyimiz və buradan yığılıb bizlər üçün, yəni istifadə üçün verilən duz gölünə. Fikir verin və bunun ciddi şəkildə artıq aidiyyatı qurumların araşdırmağa ehtiyac var.